Dilçiliyin deməli efirdə aparıcıların özləri necə danışması ilə bağlı, bu dil monitorinqi ilə bağlı bir kitab dərc olunur. Bəli, Çox böyük bir kitab çıxır və görmüşəm. buna bu böyük bir pul xərclənir. Birincisi mən onu hesab edirəm ki, bu doğru deyil. Mənim ödədiyim vergiləri və digər vergi ödəyicilərinin o kitaba həsr etməyin mənası yoxdur. Çünki o kitab heç nə həll etmir. Yekunda ləhcə ilə danışan aparıcılar yenə də efirdədirlər. Razıyam. Ən çox pulu da və ən çox reytinqi də onlar alırlar və heç bir halda onlar öz tərzlərini pozmurlar və onlara bir mənalı olaraq irad bildirilsə belə heç nəyi düzəltmirlər. Yəni mən indiyənə qədər o aparıcıların kursa aparıldığını, gedin diksiyanızı düzəldin, ləhcə ilə danışırsınız efirdə dediyini eşitməmişəm. Heç mənim də yanıma gəlməyiblər. Bəli, sizin də yanınıza gəlməyiblər. İkinci bir məqam, məsələn orada yazır ki, avtostop verişinə özündən misal çəkəcəm, başqasını qoyuram kənara. Məsələn mən efirdə deyirəm, kimsə nəsə danışır, okey deyirəm. Amma okey, aydındır və belə bir şey. Və daha sonra danışığımın sürətli olması ilə bağlı irad eşidirəm. Sanki qulaq asan adam tutaq ki, mənim tempimə ayaq çatdırmırsa və ya qulaq çatdırmırsa, o da bu çox sürətli danışır, bu doğru deyil. Və ya səhv eşitdiyini o hesab edir ki, Tural öz avtostop verilişinin adını düz demir. Avtostop deyir. Mən amma avtostop deyirəm də. Yəni 15 ildir bu verişi aparıram, adını fikirləşmişəm. Mən bilmirəm bunun adı nədir. Yəni biraz yanaşmağın sadəcə yanaşmaq xətrinə, yəni biz bu kitabı çap edək kimi bir şey var. Daha sonra nə baş verir? Adamlar otururlar, dovşandımı, dovşandımı? Alğı satqıdımı, alğı satqıdımı? Bu tipli sözlər müzakirə olunur. Həmişə də bütün müsahibələrdə belə deyilir. Dil canlı orqanizmdir. O böyüyür. Ümumiyyətlə dil belə böyüməlidir, belə inkişaf eləməlidir. Əgər bu canlıdırsa, biz onu orqanikliyinə buraxmalı və yekunda daha ziyalı adamlarımızın, ziyalı saydığımız insanların düzgün mədəni fikrini ifadə etmək bacarığından öyrənməliyik də. Misal üçün deyəcəm, hələ indiyə qədər də İncəsənət Mədəniyyət Universitetində Səməndər Rzayevi misal kimi çəkirlər. O çünki həm səs aktyoru idi, həm kino və teatr aktyoru idi və s. Və insanlara, uşaqlara ondan dərs keçirlər ki, bax belə danışın, belə deyin. Bəzən bizim tamaşalara gedəndə sən o tamaşada orqanikliyi görmürsən. Elə bil ki, hər şey müasirdir, amma düşmüsən 80-ci illər Sovet Azərbaycanındakı olan nitqin içərisinə. Dil belə getməlidir, dil belə böyüməlidir. Onun orqanik, əgər bu canlı orqanizmdirsə, bu necə böyüməlidir? Oksfordda hər il minlərlə söz lüğətinə sözlər əlavə olunur. Bizdə isə 7 ildən bir gəlirlər, o da ABŞ deyək də. Yəni illər boyu ABŞ deyən xəbər aparıcılar indi ABŞ deyirlər və başa düşürlər ki, qısaldılmışı abreviaturanı ABŞ demək onu çaşdırır. Yenə də başlayır Birləşmiş Ştatlar və ya Amerika Birləşmiş Ştatları deyir. Ki özünüzün də xəbər təcrübəniz var. Bu ABŞ-lər, doğuşanlar həqiqətən bizim dilimizi inkişaf elətdirir. Bax 9-6 rejimində hardasa işləsəydiniz, günün, ilin, ayın sonunda hər halda mən sənə bu maaşı niyə verirəm sualını ünvanlayacaqlar da, düzdür. Nəsə eləmək lazımdır. O tərəfi ilə razıyam ki, dilə yeni sözlər doğrudan da gətirilməlidir. Keçən dəfəki müsahibələrimin birində də demişdim. Bizim dilimizin tamamilə türk sözlərindən ibarət olmaması çox normaldır. Dünyada elə bir dil yoxdur ki, başqa dillərdən söz almasın. Əgər buna tolerant yanaşırıqsa, necə olur? Çoxlu fars sözü var, ərəb, nə bilim, qədim Osmanlı kəlmələri, filan, Avropa, rus sözləri. Lüğətdə var. Bəs müəyyən qrup sözü niyə belə sıxışdırırsınız, çıx, təzələrini gətirək? Məsələn, heç kim rozetka demir, düzdür? Əgər sən samvarit sözünün birləşməsi olan samavarı götürmüsənsə, adı çəkiləndə burnuna tüstü qoxusu, gözünün önündə o qığılcımlar filan gəlirsə, nənə, baba, hamı süfrə ətrafında oturub. Yəni insanın ağlına samvarit gəlmir, samavar. Özü qaynayan demirsən də hər halda. Bəli. Yəni onu götürüb qucağına alıb sığallayıb dilə qoymusansa, normaldır, gözəldir. Onda sən rozetkanı niyə sıxışdırsan? Onsuz da deməyəcəklər ki, zəhmət olmasa elektrik qaynağının yerini deyərdiniz. Deyəcək rozetka hardadır? Mən düşünürəm ki, insanların dilində nə işləkdirsə, ona dəyməsinlər. Məsələn,
yenə də bəlkə də bu biraz çeynənmiş mövzu olacaq, amma hər halda bəziləri üçün yenilikdir. Niyə işıq forun birinci hissəsini dəyişdiniz, ikinci hissəsi qaldı? For Yunan dilində bəzi mənbələr əks etdirmə yazır, bəzi mənbələr dəyişmə. Yunan dilindən onsuz da bizim dilimizə sözlər keçib. Yunandan da keçib, Latından da keçib. Gülməlidir doğrudan. Bəli. İkisi də sənə yaddır. Svetofor. Svetanı dəyişdin, for yaddan çıxdı. Elə şey olur. Onda televizoru da dəyişdin. Foru da oradan ilk dəfə eşidəndə elə bilmişdim ki, zarafatdır. Sonra səndə eşidəndə bildim ki, zarafatdır. Zəngin zarafat eləmir. Televizoru dəyişməmisiniz axı. Bəli. Götürün onda, əgər svetoforu dəyişib bir səs saxlayırsansa, onu televizorda elə göstərən zor. Göstərən zor. Mənə bir 90 diaqonal göstərən zor verin. Yəni telefonu da dəyişməmisiniz də. Yəni bəzən bu o türk dilindən də gələn bir şeydir. Türk dilində hər şey başladılar başdan ayağa tərcümə etməyə.